şirkəti IPO-ya gətirmək və 30 min investor toplamaq heç də asan bir şey deyil. McKinsey-dən olan həmkarımız rəqəmlərə toxunmuşdu. Rəqib deməyim, qonşu ölkələr və s. rəqib bazarlar belə deyək. Biz çox vaxtı ABB кейsində biz müştərini axtarmırıq. Biz bankın müştərisini, ənənəvi bank istifadəçisini investora çevirməklə məşğuluq. Kifayət qədər ağırlı bir proses təsəvvür edin. Müştəri filiala yaxınlaşıb depozit qoymaq istəyir. Biz bunu səhəm alışına yönəldirik və çox böyük bir məsuliyyətli bir işdir. Çünki biz onda yekunda nə əldə edəcəyim sualına tutarlı bir cavab verməliydik və biz bunu nümayiş etdirməliydik ki, bəli, doğrudan da uğurlu qərar vermisən. Səhmin qiymətini formalaşdıran, əminəm ki, zaldakıların da hamısı bunu bilir. Bu müştəri gözləntiləridir. Gözləntilərini də formalaşdıran emittentin top menecmentindən tutmuş maliyyə nəticələri və bir neçə amillər öz əksini tapır və biz bu istiqamətdə işlər aparırıq. Biz kifayət qədər böyük işlər görmüşük bank olaraq. Mən deyə bilmərəm ki, bunun hamısı 100% uğurlu addımlar idi. Çünki bu bir təzə bir yol idi və biz bu yolda bir çox şey sınayırdıq. Hansı yolla getsə daha yaxşı olar. Reklamı sadə bir primitiv bir şey. Televideniyada effekti daha çoxdur, yoxsa radioda? Bu sualın cavabı bizdə var.